İnsan ömrü hekayələrə, nağıllara sığışdığı qədər bu həyata sığışa bilmir. Əfsanələrdə, ürəklərdə yaşayan tarix və bu tarixin qəhrəmanları cismən yaşamasalar da, mənən sonsuza qədər yaşayıb izlər qoyurlar. Bu izlərin ardınca gedənlər isə onlar qədər cəsur və ürəkli olub, tarixi varaq-varaq səhifələməkdən əsla yorulmurlar. Dünyanın hər yerində bir tarix, hər tarixin içində isə yaşayan və itib gedən neçə-neçə insanın həyat hekayəsi və əməlləri yaşayır. Yaşayan tarixin ən şanlı səhifələrində isə Türk adı, Türk imzası hər zaman var və var olacaq. Əsrlərə, min illiklərə şahid, şanlı Türk tarixi hələ bundan sonra neçə min illər yaşayacaq. Türkün şanlı tarixini və keçmişini daha yaxından görmək, duymaq hər şeydən daha qürurludur deyib yeni bir dünyanın qapılarını açmaq üçün yol aldıq. Keçmişin izləri ilə addımladığımız yolda dayandığımız ilk ünvan Türkiyənin ən önəmli tarixi bölgələrindən olan, yaşayan və özündə saysız hesabsız incilər yaşadan Quşadasıdır. Bir yanda səsli küylü həyat, bir yanda isə səssizliyə tərk edilmiş tarix. Nə itinasız qalmaq, nə də hiss etdiklərini dilə gətirmək olmur. Çünki burada yalnız izlər danışır. Egenin izləri, tarixi, keçmişi və dünəni. Çünki bura tanındığı qədər tanınmayan, xəbərdar olunduğu qədər xəbərsiz qalan Egenin Quşadasıdır. Gözəlliyə, tarixə, bir də saysız hesabsız rəvayətlərə şahid olan, məğrur göründüyü qədər sakit və huzurlu, dəniz sularının tacı, adanın incisi. Quşadası, yolumuzun, ünvanımızın məskəni də məhz bu tarix gözəlliyidir. Arkada görünən bu ada nəinki bugün turistlərin, hətta bütün dünyadan gələn hər bir insanın belə qayğıyla, sevgiyle gəldiyi, heç vaxt laqeyd qala bilmədiyi ən gözəl məkanlardan biridir. Biz də bu gözəlliyin məskənindəyik. Quşadasının bütün əhatəsi, dörd bir yanı bugün bizim gözümüzlə sizlərin evinə qonaq gələcək. Elə isə gəlin bu tarixə, bu mədəniyyətə, bu gözəlliyə birgə şahid olaq. Türkiyənin ən məşhur turizm bölgələrindən biri, parlaq bir körfəzin sahilində məskən salan sevimli liman şəhəridir Quşadası.
var olduğu min illər boyunca daim rəğbət görən, sevilən, illər keçdikcə günü-gündən qiymətlənən Quşadası həm tarixi, həm turizmi, həm də liman şəhəri ünvanı ilə hər zaman saysız-hesabsız insan axınına şahid olub, milyonlarla turistin göz bəbəyinə çevrilib. Gözəl liman şəhəri adlanan Quşadası antik şəhərlər yaxın olması ilə da rəqibsiz bir bölgə ünvanını qazanıb. Mehriban insanları, mülayim iqlimi, il boyu parlayan günəşi, göz yaşı kimi saf dənizi, daha nələri yoxdur Quşadasının. Quşadası eramızdan əvvəl 4-cü əsrdən başlayaraq fərqli mədəniyyətlərin bir arada yaşadığı, ayrı-ayrı millətlərin, hakimiyyətlərin dəyişdiyi bir çox mədəniyyətin beşiyinə çevrilib. Antik dövrdə İonna adlanan bölgə tüccar və dənizçilərin yaşadığı, günü-gündən varlanaraq liman şəhərinə çevrilən bir ərazidir. Zaman keçdikcə Quşadası öz hakim mövqeyini daha da gücləndirərək yüksək nüfuz qazanır. Anadolunun Ağdənizə açılan ən böyük limanı mövqeyini əldə edir. Həmin illərdə Neapolis adlanan şəhər çox keçmir ki, Lidyalıların hakimiyyəti altına keçir. Görünür, ada bugün olduğu kimi keçmişdə də zəngin təbiəti, bənzərsiz gözəlliyi ilə çoxlarının istəyində olub. Ona sahib çıxmaq istəyənlər saysız-hesabsız savaşlardan geri çəkilməyib, bütün mübarizələr atılaraq qan tökülməsindən belə qorxmayıblar. Davam edən mübarizələr eramızdan əvvəl 544-cü ildə Perslərin hakimiyyətə gəlməsi ilə nəticələndi. Yalnız çox keçmədi ki, dünyaya hakim olmaq istəyən Makedoniyalı İskəndər eramızdan əvvəl 334-cü ildə bu yerləri ələ keçirdi. Bütün Anadolunu zəbt etməsi ilə Yunan mədəniyyəti ilə Anadolu mədəniyyətinin sintezi olan yeni bir dövrün əsasını qoyur. Bu dövr Egedən, Quşadasından da yan keçmədi. Yeni inqilablar, yeni savaşlar və daha neçə tarix səhifəsi yazıldı bu torpaqlarda. Quşadası orta əsrlərdə dəniz piratlarının əsas məskəni idi. Ticarət limanı kimi tanınan ada 15-ci əsrdə Venediklilər və Cenevizlərin hakimiyyətinə keçərək Nuova adını aldı. Quşadası öz həqiqi sahibinə isə yalnız 12-ci əsrdə qovuşa bilir. Bu torpaqlarda türk varlığı 1186-cı ildə özünü daha güclü hiss etdirdi. Belə ki, bölgədə Selcuqluların hakimiyyətin ələ keçirməsi türk egemenliyinin başlaması oldu. Bu tarixdən etibarən həm Egenin, həm də Quşadasının xoşbəxt günləri, şərəfli tarix səhifəsi yazıldı. Türklərin gücü yeni bir şəhərin yaranmasına, əsl mədəniyyətin kökətmasına, ən önəmlisi isə öz milli kimliyini hakim mövqeyə gətirməsinə yetdi. Bir zamanlar dəniz piratlarının ağalıq etdiyi ada, Türklərin gəlişi ilə Egeyə gələn karvan yollarının mərkəzi oldu. Səlcuqlular da az iş görmədi bu torpaqlarda. Lakin hər şeyə rağmen Səlcuqluların süquta uğraması, bəyliklər dövrünün başlaması ilə nəticələndi. Bir müddət Aydınoğullar hakimiyyəti əldə saxladıqdan sonra 15-ci əsrdə dünyaya hakim güc olan Osmanlının hakimiyyətinə keçdi bu torpaqlar. Quşadası 1413-cü ildə 1-ci Mehmet tərəfindən Osmanlı imperiyasının ərazisinə qatıldı. Ada Osmanlı və Venediklilər üçün dəniz piratlarından müdafiəyə mərkəz oldu. Uzun illər başı olmazın bəlalarını çəkən Quşadası ömrünün sakit və hüzurlu illərinə 1865-ci ildən azad bölgə elan edilərək qovuşdu. Quşadasında yaşayan Yəhudilər, Yunanlılar, İtalyanlar 1-ci Dünya müharibəsindən sonra adanı tərk etdilər.
Türkiyə Cümhuriyyətinin elanından sonra İzmirə, 1954-cü ildən isə Aydın şəhərinə aid bir ərazi oldu. 1970-ci ildən isə ada tamamilə turizm bölgəsi elan edilib. Bununla da Sakit adanın xoş və fərah dolu günləri beləcə başlamış oldu. Quşadasına öz adını verən Göyərçin ada, dənizə hakim gözəlliyi ilə min illərdir ki, sakit sular üzərində üzən tənha bir gəmini xatırladır. Ege dənizinin ortasında boy göstərən ada heç vaxt insanı laqeyd buraxmır. Həm türklər, həm də turistlər bu adanı görmək üçün uzun yolları qət etməkdən heç vaxt çəkinmir. Sıldırım qayalar dəniz üzərində adanı meydana gətirib. Ada isə öz qoynunda möhtəşəm Bizans qalasına yer verib. Qala Mora üsyanı zamanı Yunan adalarından gələ biləcək bütün təhlükələrə qarşı inşa edilib. Silah-sürsatla dolduqdan sonra isə Yunanlar, nə də piratlar bir daha bu ərazilərə, gəmilərə hücum edə bilməyib. Bu səbəbdən də qalaya el arasında Korsan qala, yəni pirat qalası deyilib. Deyilənə görə bu adada Romanın zəngin krallarından biri yaşayıb. Kralın gözünün ağı qarası bircə qızı qalada naz-nemət içində böyüyərmiş. Onu bütün bəlalardan, qəmdən uzaq saxlayan kral qızının xoşbəxtliyi, gələcək səadəti üçün əlindən gələni edir və onun sayılıb seçilən nüfuzlu bir kral oğlu ilə ailə qurmasını çox arzulayırdı. Lakin kraliça bunu ağlına belə gətirmirdi. Çünki o, qalada xidmətçi olan gənc bir balıqçını sevirdi. Uzun illər gizli qalan bu sevgi kralın xəbər tutması ilə aşkara çıxdı. Bərk qəzəblənən kral qızının kasıb bir balıqçı ilə evlənməsini ağla gəlməz hesab etdi. Qəzəbləndi və balıqçının ölümünə fərman verdi. Kral balıqçının məhz bu qaladan dənizə atılacağını bəyan etdi. Atasının fərmanı ilə sevgilisinin öləcəyini bilən kraliça çox dərd qəm çəkdi. 20 yaşlı kraliçanın qara saçları bir gecədə bəmbəyaz oldu. Ölüm fərmanı icra olunduğu günə qədər gecə-gündüz Allaha yalvaran kraliça sevgilisinin xilas olunmasını diləyirdi. Günlər keçir, hər gün qanlı göz yaşı tökən kraliça uca Allaha əl açır, balıqçı sevgilisinin azad olmasını diləyir. Böyük yaradan gənc kraliçanın arzusunu bir anda həyata keçirir. Şahzadəni və balıqçı sevgilisini bir gecədə ağ göyərçinə çevirir. Şahzadənin yalvarışlarını, diləklərini qarşılıqsız qoymur. Ulu Tanrı həmən gündən iki gəncin simasında yeni bir canlını yaradır və yer üzərinə göndərir. Bu tarixdən etibarən ağ göyərçinlər müqəddəs canlı hesab olunur. Əslində bu rəvayətdə olduqca böyük həqiqət payı görünür. Düşünəndə ki, ağ göyərçinlər heç vaxt böyük adalarda, məbədlərdə olmur. Müasir insanlar əsla onların ətini yemir. Eyni zamanda ağ göyərçin sevgini və sülhü təmsil edir. Bax o zaman baş verənlərə inanmamaq əldə deyil.
Dünyada hər zaman sevgini və sülhü təmsil edən ağ göyərçinlərin həyat hekayəsi bu adadan başlayaraq bütün dünyaya yayılır. Lakin qəribəsi budur ki, nə adada, nə qalada əsla və əsla ağ göyərçin görmək olmaz. Deyilənlərə görə ağ göyərçinlər bu adaya heç vaxt yaxın gəlmir. Lakin müasir insanlar dəfələrlə qalada özünü daşlara çırpıb intihar edən göyərçinlərə rast gəliblər. Nədənsə yalnız göyərçinlər qalaya gəlir və məhz burada intihar edir. Bəli, bu da sirli, sehirli bir dünyanın baş açılmaz sirlərindən biri. Tarixin, müasir bir gözəlliyin, ən önəmlisi, böyük sirli keçmişin şahididir bu adam. Görünən budur ki, Göyərçin adası və ya Quş adası heç də təsadüfün əsəri deyil. Böyük bir sirrin aşkarlanmamış müəmmasıdır. Hava yavaş-yavaş qaralır. Günəş öz məqamına çəkilir. Ətraf səssizliyə bürünüb dərin bir nəfəs alır. Həyat bir gününü, bir gün isə son anlarını yaşayır. Sonsuz üfüqlərdə dərin bir susqunluq, bu susqunluqlar içində isə yaşanmış və yaşanacaq neçə-neçə hekayələrin izi görünür. Bu izlərin ardınca yol alıb uzaqlara üst tuturuq. Yollar uzaq, tarix isə dərindən dərin olduğu üçün itirəcək zaman yoxdur. Qarşıda bizi unudulmaz bir şah əsər, əvəz olunmaz bir tarix yadigarı gözləyir. Bergama. Yazılı mənbələrdə, tarix səhifələrində haqqında geniş söhbət açılan Bergamadayıq. Bergamanın tarixi haqqında onu demək olar ki, bu ərazi, bu torpaqlar çox böyük maddi və mənəvi mədəniyyət nümunələri ilə yaşayır. Belə mədəniyyət nümunələrindən biri isə hal-hazırda dəhlizində addımladığımız Yunan mifologiyasında haqqında geniş məlumatlar, bilgilər verilən sağlıq və səhhət tanrısının məkanındayıq. Adı qədər tarixi qədər də yaşayış tərzi fərqli olan, günümüzə qədər yaşayan tarixi şəhər, qədim insanların yaşadığı ilk yerlərdən biri. Bugünkü adı antik zamanda Pergamon olan Bergamon, min illər boyu möhtəşəm abidələri ilə eyni adı daşıyan Pergamon krallığının mərkəzi olub. Şəhərin yaranma tarixi dəqiq bəlli olmasa da, ehtimallara görə eramızdan əvvəl 7-ci əsrə aiddir. Bergama, Pers, Böyük İskəndər, Frigiya, Trakiya krallığı, Roma və Bizans kimi böyük imperiyaların yaranmasına və süqutuna şahidlik edib bu şəhər.
Tarix boyu fərqli mədəniyyətlərin beşiyinə çevrilən şəhər bütün dünyada məşhur olan arxeoloji əsərləri ilə tanınır. Ancaq Bergamanın ən önəmli tarixi sərvəti antik zamanlarda sağlıq mərkəzi olan möhtəşəm Asklepion məbədidir. Yunan mifologiyasında sağlıq və səhhət Allahı olaraq bilinən Asklepios, mifologiyada Apollonun oğlu olaraq qeyd olunur. Apollon oğlunu böyütmək üçün yarı at, yarı insan olan Herona verir. Heron uşağın kamil insan olaraq yetişməsində böyük rol oynayır. Asklepios həkimlik sənətinin sirlərini Herondan öyrənir. Heron təbiətdə yaşayan, təbiətin sirlərini bilən yeganə varlıq idi. Yarısı at, yarısı insan olan bu varlıq təbiətdə olan bütün otların, suların sirrini bilir və onu böyütdüyü Asklepionu öyrədir. Bu səbəbdən də kamil bir həkim və təbib olaraq yetişir. Həkimliyin və cərrahlığın bütün sirlərinə yiyələnir. Hətta ölüləri belə diriltmək gücünə qadir olur. Asklepiosun bu qədər güclü və qeyri-adi olmasının səbəbi belə açıqlanır ki, o körpə olduğu zaman anası Gergo canavarını öldürüb qanını öz körpəsini içirir. Və Asklepios böyüdüyü zaman Allah olacaq qədər güclü və nüfuzlu olur. Canavar qanı içən bu körpə Allah olduğu zaman bu məbədi inşa etdirir. Dünyada tayı bərabəri olmayan məbəd həkim Allahını görmək və ziyarət etmək istəyənlərlə dolub daşır. Eyni zamanda ölümlə pəncələşən xəstələr şəfa tapmaq üçün məhz bura gəlirlər. Asklepios məbədinə 1 kilometr uzunluğu olan bu yolla girilir. İri sütunlarla əhatə olunmuş giriş günümüzdə də eyni missiyanı yerinə yetirir. Məbəd haqqında tarixi qaynaqlarda o da qeyd olunur ki, bura həkimlik və səhhət tanrısı Asklepiosun adına müqəddəs suyun axdığı yerdə inşa edilib. Məbəddəki sütunlar, qalerilər, bir-birindən fərqli məkanlar bunu deməyə əsas verir ki, bura böyük bir şəhər olaraq və min illər boyunca insanların dini təsəvvürünün, inanclarının mərkəzinə çevrilib. Məbədin ən önəmli mərkəzlərindən biri kitabxana və açıq hava teatrıdır. 3500 nəfərlik teatr uzun illər Roma imperiyasının böyük toplantılarına və əyləncələrinə şahid olub. Deyilənlərə görə Asklepiosun bədəninin sağ tərəfindəki damarlardan zəhərli, sol tərəfindəki damarlardan isə şəfalı qan axardı. Tibb Allahı Asklepios bu şəfalı qanla xəstələri sağaldar, ölüləri dirildərdi. Sağlıq və səhhət tanrısı Asklepiosun təbiətə zərbə vurduğunu və onun günah iş etdiyini düşünən Zevs, Tibb Allahının gücündən olduqca narahat olur və onu qısqanaraq öldürmək qərarına gəlir və Asklepiosun üzərinə ildırım yağdıraraq onu öldürür. Asklepios məbədi haqqında dolaşan ən maraqlı rəvayətlərdən birində o da deyilir ki, Yunan allahı Zevs Asklepiosun üzərinə ildırım yağdırdığı zaman məbəddə olan həkimlərdən biri öz xəstəsi üçün dərman adları yazırdı. İldırım çaxması ilə lərzəyə gələn məbəddə hər şey dağılır. O anda həkimin yazı yazdığı mürəkkəb yerə tökülür. İldırım çaxması ilə yağış yağır, sel məbədi aparır. Yerə tökülən mürəkkəb torpağa qarışır və min bir dərdin dərmanı olan sarımsaq yaranır. O tarixdən bu günə qədər möcüzə bitki hesab olunan sarımsaq Yunan mifologiyasında müqəddəs bitki kimi qəbul olunur və o
ölümün çarəsi olaraq bilinir. Məbəddə saysız-hesabsız ibadət evləri, yuxu otaqları, müqəddəs hovuz və çeşmə, xəstələri soyuqdan və istidən qoruyan yeraltı tunel günümüzə qədər gəlib çatan nadir incilərdəndir. Məbəd haqqında o da vurğulanır ki, tibb Allahı Asklepios daim əlində bir əsa ilə gəzirdi. Məbəddə olan həkim xəstələrin yanına getdiyi zaman əsaya söykənir və ondan güc alır, yorulmadan yüzlərcə xəstəni müayinə edərdi. Asklepios məbədi həm də ona görə qiymətlidir ki, tibbin ən məşhur rəmzi olan kasaya zəhər tökən ilan hadisəsi bu məbəddə baş verib. Belə ki, məbədə sağalmaq üçün gələn insanlardan biri çox nüfuzlu bir konsul olub. Ölümcül vəziyyətdə məbədə gələn konsul həkimlər qəbul etmir. Onsuz da öləcəksən deyib onu geriyə qaytarırlar. Böyük ağrılarla məbəddən ayrıldığı zaman konsul həyətdə 2 ilanın bir qabdan süd içdiyini görür. Onsuz da ölüm ağrılarından cana yığılan konsul dərhal ilanları qovub zəhərli südü başına çəkir. Hər kəs onun bir an içində öləcəyini düşünür. Lakin hər şey tamam tərsinə olur. Zəhərli südü içən konsul çox keçmir ki, yenidən ayağa qalxır və sağalır. Bu hadisədən sonra məbədin zəhəri də dərmandır deyimi yaranır. Eyni zamanda ilan zəhərinin qorxulu olmadığı, onun bir çox xəstəliyi sağaltdığı bilinir. Bu hadisədən sonra tibbin ən məşhur simvollarından biri olan kasaya zəhər tökən 2 ilan simvolu yaranır. Sağalan konsul böyük bir hədiyyə olaraq 8 metr uzunluğunda hər iki tərəfi ilan fiqurları ilə işlənmiş böyük sütunu məbədə hədiyyə edir. Günümüzdə sütunun bir hissəsi hələ də məbəddə qorunmaqdadır. Bugün bu məbəddə yaşayan tarixi əsərlərin ən önəmlilərindən biri bu daş sütundur. Orijinal olan bu daş sütun eramızdan əvvəl 2-ci əsrə aiddir. Və ən önəmlisi bundan ibarətdir ki, daş sütunun üzərində 2 ilan rəsmi həkk olunub. Və bugün müasir insanların tibbdə daha çox rastlaşdığı sağlıq və səhhəti tərənnüm eləyən ilan rəsmi məhz bax gördüyünüz bu məbəddən götürülüb. Antik şəhərdə həmçinin bir çox Yunan Allahını təmsil edən ibadət evləri, günümüzə qədər hələ də göz yaşı kimi saf suyu olan müqəddəs çeşmə və Roma zamanını əks etdirən simvollar hələ də yaşamaqdadır. Asklepios məbədi dini gücü ilə yanaşı eyni zamanda məşhur tibb mərkəzlərindən biri olub. Yüzlərcə həkim və təbib məhz bura üz tutub. Hətta antik çağın məşhur bilim adamı Aristotel yazırdı. Asklepios təmiz havası, suyu olan əvəzsiz məbəddir. Burada suyun və havanın gözəlliyi ilə yanaşı Tanrının gözəlliyi ilə görənləri valeh edir. Burada xəstələr Tanrını görür, onun səsini eşidir, rahatlıq və hüzura qovuşurlar.
Məbəddə həmçinin yuxu yozan məşhur münəccimlər də yaşayıb. Onlar ruhi gərginlik yaşayan xəstələri yatızdırar, yuxudan ayıldıqdan sonra isə gördükləri yuxuları yozaraq dərdlərinə çarə tapardılar. Dünyada ilk dəfə məhz bu məbəddə insan orqanlarının əməliyyatı aparılıb. Məbədin həkimləri dəmir alətlərlə xəstələrin daxili orqanlarını əməliyyat edib onları sağaldardı. Sağalaraq buradan ayrılanlar isə əməliyyat edilən daxili orqanının kiçik bir fiqurunun qızıldan hazırladaraq məbədə hədiyyə edərdi. Deyilənlərə görə qızıl hədiyyələr sayəsində məbədin bir otağı tamamilə qızıl ürək fiqurları ilə dolulub. Bir növ xəstələrin əməliyyat müqabilində ödədiyi pul demək olar ki, qızıl fiqurlar idi. Məbədin su tuneli adlanan bu yeraltı yolu da xəstələrin müalicəsi üçün yaradılıb. İlk baxışda adi dəhliz təəssüratı yaradan su tuneli əslində xəstələrə rahatlıq verən yeraltı müalicə mərkəzi olub. Tunelin içindən axan su vasitəsilə xəstələr müalicə olunur. Onların ruhi sarsıntıları aradan qaldırılır. Tarixi məbədin ən önəmli məkanlarından biri də gördüyümüz bu tuneldir. Eramızdan əvvəl 2-ci minillikdə inşa edilməsinə baxmayaraq günümüzə qədər gəlib çıxması əslində bir möcüzədən xəbər verir. Bu tunelin varlığı haqqında, onun nədən bu şəkildə və burada tikilməsi haqqında onu demək olar ki, insanların düşüncələrinə və dini inanclarına görə tunelə gələn hər bir xəstə burada yüksək addımlarla hərəkət edir, daha sonra o digər məbədə keçir və orada tədavi olunur. Əslində bütün bunlar onu deməyə əsas verir ki, bu tunel və ümumiyyətlə bu dini məbəd heç də adi və sıradan bir yer deyil. İlahi güclərin, ilahi qüvvələrin qoruduğu, mühafizə etdiyi və min illikləri keçərək günümüzə gətirib çıxara bildiyi yeganə yerlərdən və məbədlərdən biridir. Məbədin giriş qapısında yazılan bir söz, uzun əsrlər boyu insanların ən önəmli inan və güvən yeri olub. Bu məbədə hər kəs daxil ola bilər. Lakin nə ölüm, nə də ölüm tanrısı əsla və əsla bu yerlərə ayaq aça bilməz. Çünki bura ölümün yox, ölümsüzlüyün məbədidir.